Bir onluq təsəvvür edin. Cəmi bir neçə il ərzində həftəlik 57 dollarlıq maaşdan milyonçuya çevrilirsiniz. Yox, bu heç bir sehri deyil, sadəcə çox güclü bir fəlsəfənin nəticəsidir. Gəlin bugün bəlkə də sizin də həyatınızı dəyişə biləcək bu hekayəyə birlikdə başlayaq. Bax bu sözlər uğur dünyasının nəhənglərindən biri olan Jim Rohn'a aiddir. Amma bilin ki, o həmişə belə olmayıb. Bir vaxtlar o da bizim çoxumuz kimi, böyük vədlər verən amma onları yerinə yetirməyə çətinlik çəkən adi bir insan idi. Amma sonra hər şey sadəcə bir görüşlə dəyişdi. Bilirsiniz, hər böyük dəyişiklik hekayəsi adətən bir dibə vurma anı ilə başlayır. Jim Rohn üçün də məhz belə oldu. Gəlin indi zamanı geri çəkək və onun həyatını tamamilə dəyişdirən o bir günə qayıdaq. Deməli 25 yaş, artıq 6 ildir ki işləyirdi. Və bütün bu zəhmətinin, əziyyətinin qarşılığı nə idi? Həftədə cəmi 57 dollar. Bu rəqəm nəinki onun xəyallarını qarşılamağa, heç adi yaşamağa belə çatmırdı. Borclar sadəcə artırdı. Və bir gün o an gəldi. Bəlkə də çox utanc verici, amma eyni zamanda həlledici bir an. Qapı döyüldü. Qapıda balaca bir skaut qız dayanmışdı, əlində də peçeni qutuları. Qiyməti nə qədər idi? Cəmi 2 dollar. Jim o peçeniyi almaq istədi. Həqiqətən istədi. Amma cibində o pul yox idi. Məcbur olub yalan danışdı. Dedi ki, çox sağ ol, amma bizim evdə onsuz da çoxlu peçeniya var. Əsl səbəbsə tamamilə fərqli idi. Qız oradan uzaqlaşanda Jim Rohn öz-özünə bir and içdi. Hiss etdiyi o kəskin utanç hissi onun üçün son damla oldu. Artıq bəs idi. Özünə dedi, bir daha heç vaxt. Mən belə yaşamaq istəmirəm. Bax bu an onun dəyişiklik üçün alovlanan o güclü niyəsi oldu. Bu qərardan qısa müddət sonra sanki talih ona bir yol göstərdi və onun mentoru Errol Schwab'la görüşdürdü. Schwab ona milyon dollarlıq hansısa gizli sirlər vermədi. Yox, əvəzində onun bütün həyatını dəyişdirəcək 5 sadə, amma çox fundamental sözə əsaslanan bir fəlsəfə öyrətdi. Deməli, ilk söz, təməllər. Schwab ona başa saldı ki, uğur mürəkkəb formulalarda, hansısa gizli biliklərdə deyil. Uğur hər gün təkrarlanan sadə, əsas vərdişlərdədir. Necə ki, sağlam olmaq üçün hər gün bir alma yemək tövsiyə olunursa, maliyyə sağlamlığı üçün də hər gün bir az pula qənaət etmək o qədər sadə bir təməldir. Sonra Schwab ondan çox sadə görünən, amma əslində çox dərin bir sual soruşdu. Sənin üçün zənginlik nə deməkdir? Bu sual Ron'un bütün düşüncə tərzini alt-üst etdi. Və o an anladı ki, zənginlik bank hesabındakı rəqəmlərdən ibarət deyilmiş. Zənginlik səhərlər zəngli saatla deyil, oyanmaq istədiyin vaxt oyanmaq azadlığıdır. Zənginlik sevdiklərinə yox deməmək imkanıdır. Yaxşı, bəs xoşbəxtlik? Məlum oldu ki, onu da gələcəkdə axtarmağa dəyməz. Çünki xoşbəxtlik bir nəticə deyil, bir prosesdir. Hər gün gördüyün işdən zövq almaq, kiçik şeylərlə məmnun olmaq bacarığıdır. Yəni, milyonçu olmağı gözləmədən elə bugün xoşbəxt olmağı öyrənməkdir. Və bütün bunları bir-birinə bağlayan o möhkəm körpü, intizam. Bəlkə də ən vacib söz elə budur. Çünki planlar qurmaq asandır, elə deyilmi? Amma əsas məsələ o plana hər gün, hətta heç həvəsin olmayanda belə sadiq qalmaqdır. İntizam sənin gələcəkdəki özünə verdiyin bir vəddir. Və nəhayət uğur. Deməli, uğur da bir son dayanacaq deyil. Uğur sənin özün üçün müəyyən etdiyin məqsədlərə doğru atdığın hər bir addımdır. Dünənkindən bugün biraz daha yaxşı olmaqdır. Uğur öz dizayn etdiyin həyatı yaşamaq səyahətinin özüdür. Yaxşı, bu 5 sözdən ən kritik olanı, yəni intizam, taleləri bir-birindən necə ayırır? Gəlin indi bu məsələyə biraz daha dərindən baxaq. Ron bir şeyi çox aydın anladı. Heç kim bir gündə müflis olmur. Uğursuzluq o, bugün yox, sabah zəng edərəm deməyin, bu 10 dolları xərcləyim, gələn dəfə yığaram düşüncəsinin illər boyu toplanmış nəticəsidir. Eynilə uğurda loteriya deyil. O, hər gün oxuduğun 10 səhifənin, hər gün etdiyin o bir vacib zəngin toplanmış cəmidir. Baxın, burada qarşımıza 2 fərqli yol çıxır. Birincisi, özünü aldatmaqdır. Hər şey yaxşı olacaq deyib, amma heç bir addım atmamaq. İkincisi isə həqiqi fəaliyyətdir. Zəngin olmaq üçün bir plan qurmaqdan ötürə ilk öncə zəngin olmağa ehtiyac yoxdur ki, plan elə bugündən olduğun yerdən başlayır. Yaxşı, hamımız bilirik ki, intizamlı olmaq heç də asan deyil. Bəs o çətin anlarda, təslim olmaq istəyəndə bizi ayaqda saxlayan nədir? Jim Rohn öyrəndi ki, bunun üçün yanacaq lazımdır. O yanacaq isə sizin güclü səbəbləriniz, yəni niyələrinizdir. Bəs sizin niyəniz nədir?
Bəlkə bu gördüyünüz işə görə tanınmaq, nüfuz qazanmaq istəyidir. Bəlkə də sadəcə qalib gəlməyin o şirin hissidir. Çoxlarımız üçün bu ailəmizi daha yaxşı yaşatmaq arzusudur. Bəziləri üçün isə başqalarına kömək etmək bir fərq yaratmaqdır. Sizi hər səhər yataqdan qaldıran əsl səbəb bunlardan hansıdır? Unutmayın, əgər başlamaq üçün kifayət qədər güclü səbəbləriniz varsa, yolu mütləq tapacaqsınız. Sizin niyyəniz güclü olanda necə etmək sadəcə bir texniki detala çevrilir. Bütün bu fəlsəfəni bildikdən sonra geriyə bircə şey qalır: hərəkətə keçmək. Gəlin indi bu böyük ideyaları real gündəlik addımlara necə çevirəcəyimizə baxaq. Artıq sabahı, gələn həftəni gözləməyin vaxtı deyil. O kağızı qələmi götürün və həyatınızda görmək istədiyiniz heç olmasa bir dənə məqsədi yazın. Elə bugün. Bəlkə də aylardır beyninizdə fırlanan, amma təxirə saldığınız o vacib, o çətin bir zəng var. Bilirsiniz hansını deyirəm. Onu edin. Elə bugün. Və ya bəlkə də maliyyə azadlığına ilk addımınızı atmaq istəyirsiniz. O ilk 10 dolları kənara qoyun. Cəmi 10 dollar. Elə bugün. Bu kiçik addımlarla özünüzə sübut edin ki, artıq yeni bir fəsil başlayır. Keçmişi dəyişə bilməzsiniz. O artıq sadəcə bir dərsdir. Gələcək isə hələ yazılmamış boş bir səhifədir. Jim Rohn'un hekayəsi bizə bir şeyi göstərir. Ən qaranlıq andan belə möhtəşəm bir gələcək yazmaq mümkündür. İndi sual budur. Sən o səhifəyə yazacağın ilk cümləni bugün seçəcəksənmi? Sənin ilk addımın nə olacaq?